Belə tamaşaçılar, hər dəfə sizə yollardakı vəziyyətlə bağlı məlumat veririk. Xüsusən də bu saatlarda bilirik ki, artıq saat 9-dur və tıxacın da ən pik saatlarıdır. Və elə əməkdaşımız Nigar canlı bağlantıdadır və bizə yollarla bağlı, yollardakı vəziyyətlə bağlı ətraflı məlumat verəcək və hansı alternativ yollar var. Nigar, sabahın xeyir olsun. Buyur, efirdəsən. Buyur Nigar. Təşəkkür edirəm. Mən də sizi salamlayıram. Sabahınız xeyir olsun deyirik. Belə hazırda biz Mikayıl Müşfiq küçəsindəyik. Burada Nəbatət bağından üzü mərkəz istiqamətə gedən yolda müəyyən qədər sıxlıq müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə hazırda yollardakı vəziyyətlə bağlı Sabunçu, Zabrar şosesi, Koroğlu metro stansiyası istiqamətində, 1-ci Göl kənarı yolu Ziya Bünyatov prospekti istiqamətində, Binəqədi şosesi, Azadlıq prospekti metro stansiyası istiqamətində, Bakı-Sumqayıt şosesi 20 yanvar metro stansiyası istiqamətində, Heydər Əliyev prospekti köməkçi yol mərkəz istiqamətində, Babək prospekti mərkəz istiqamətində, Heydər Əliyev prospekti əsas yol mərkəz istiqamətində, Üzeyir Hacıbəyli küçəsi Azadlıq prospekti ilə kəsişməyə qədər, 28 May küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbud küçəsi ilə kəsişməyə qədər, Əbdülvahab Salamzadə küçəsi Ziya Bünyatov prospekti istiqamətində, Ziya Bünyatov prospekti Müzəffər Nərmanov küçəsi ilə kəsişmədən 20 yanvar metro stansiyası istiqamətində, Halı Mustafayev küçəsi Ziya Bünyatov prospekti istiqamətində sıxlıq müşahidə olunur. Belə elə ki, çatdıracağımız məlumatlar bu qədər. Söz yenidən sizdədir. Təşəkkür edirik Nigar ətraflı məlumat üçün.